Dayə işi var yoldaşlar, dayə işi var. Mən sizə dayə işindən bəhs etmək istəyirəm. Əlbəttə ki, dayə işləri çoxdur. Mən sizə amma 1000 manat civarında olan dayə işlərindən bəhs etməkdir planda. Onlardan amma ilk öncə 1100 manat civarında olan birindən bəhs etmək istəyirəm. Yəni əmək hələ 1100-dən başlayır amma. Yəni ola bilsin ki, yəni 1100-dən daha yüksək olsun bu iş. Yatılı dayədir. 2 yaşında oğlan və 2 yaşında qız uşağına baxırsınız. Amma təkcə baxmırsınız da, yəni dadlı yemək də bişirməyə bacarmalısınız, təmizkar olmalısınız, rus dilini bilməlisiniz, 28-38 yaşlı olmalısınız və təcrübəli olmalısınız. Yəni təcrübəsi olmayanlar üçün deyil bu iş. Yəni bunu yəni öz uşağım olub, öz uşağımı saxlamışam. O tipli işlərdə adətən yəni diqqətə almırlar sizi. Yəni xəbəriniz olsun, gərək təcrübəniz olsun bu sahədə. Belə bir variantdır yoldaşlar, buzovna tərəfdədir, həyət evidir. Bir də yoldaşlar, bir dənə şirkətdə var, əmək haqqısı qeyd olunmuyor, amma düşünürəm ki, normal bir əmək haqqı verər deyə sizdən paylaşıram. Amma yəni belə əmək haqqısı qeyd olunmayan və yaxud da 1000 manatdan aşağı olan dayə işləri kifayət qədər çoxdur, yəni xəbəriniz olsun. Bu 35-45 yaşlı uşaqlar üçündür yoldaşlar. Belə bir işdir ki, yoldaşlar, siz burada Paşa qrupun bir hissəsi ola bilirsiniz. Ondan sonra rəqabətli əmək haqqısı var. Sizdən tələblərindən bir-ikisindən bəhs etmək istəyirəm. Biri budur ki, uşaqlarla işləməyi sevən biri olmalısınız. Səbirlə yanaşan, qayğıkeş və mülayim xarakterli biri olmalısınız. 30-45 yaşlı olmalısınız və diqqət edin bu məsələyə. Erkən yaş qrupları ilə minimum 1 illik iş təcrübəniz olmalıdır. Bu Caspian Entertainment Company-dədir. Bu ümumiyyətlə nə işlə məşğuldur? Yoldaşlar, bu 2018-ci ildə yaranmış bir şirkətdir. Paşa Holdingin nəzdində yaranıb. Tematik əyləncə, turistik yerləri inkişaf etdirmək və fəaliyyətini təmin etmək, eyni zamanda hər yaşda olan körpələr və uşaqlar üçün fərqli təhsil və əyləncə alternativləri təmin etmək məqsədi ilə təsis edilmiş bir yerdir bu yoldaşlar. Bu Neftçilər prospektində olmalıdır bu iş. Bu da yəni şəhərin mərkəzi sayılır, Dəniz Mol tərəfi. Belə, bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə, digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.